Blok imtahanına düşə biləcək loqaritma sualına baxaq. Bu sualda əvvəlcə çarpaz vurmaq lazımdır. Loqaritma 10 faktorial. Çıxaq loqaritma m. 2 vurulsun loqaritma 6 faktorial. Bilirik ki, loqaritmada çıxma olanda bölmə şəklində yaza bilərik. 10 faktorial bölək m. Loqaritmanın qaydasına görə qarşıdakı 2-ni 6 faktorialın üzərinə yazmaq olar. Qüvvət şəklində. Buradan loqaritmalar gedir. 10 faktorial bölək m bərabərdir 6 faktorialın kvadratı. Buradan da m bərabərdir 10 faktorial bölünsün 6 faktorialın kvadratın 6 faktorial vurulsun 6 faktorial şəklində yazaq. Kənarda qeyd edirəm 6 faktorial 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6-dır. Bu da eləyir 720. Deməli 10 faktorialı da yazırıq. 10 vur, 9 vur, 8 vur, 7 vur, 6 faktorial. Bu şəkildə yazaq. 6 faktorial. Deməli 6 faktorial da qeyd eləyək. Buradan 6 faktoriallar gedir. Deməli buradan 9, 8, 72. Ona da vuranda 720 vurulsun 7. Məxrəcdə də 6 faktorial 720-dir. Deməli cavab olur 7.